Hər biriniz salam benim dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli bugün nə edirik? Bugün gülməmə challenge tipli bir videomuz olacaq. Yəni gülməməyə çalışacağıq. Bu da ki bizdə çətin məsələdir. Arada bəzən gülürəm. Nəysə də videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Keçdik videoya, xoş izlənər. Bomba kimi videolar gələcəkdi. Yəni bu indi çoxdandır ki davamını çəkmədiyim hissələrdir. Çəkim, yəni bunları tamamlayım. TikTok əfsanələri falan. Bomba videolar var, yəni bomba video fikirlər var ağlımda. Onları çəkməyə çalışacağam yəni. Yəni də like atın, abunə olun. Oydo. O səsi eşitdiniz? O bir dənə səs gəldi oradan. Qardaşım bəxti gətirmədi də, yəni özü hündür idi. Oydo, bu nə də Allah? Belə yellənti olur. O nədir ki orada elə düzəldiblər? Mənasız bir şeydir, təhlükədir başdan ayağa. Onsuz da o dəmir dəyməli idi yəni onun başına. Bu haranın əsgərlərdir bula belə. Əsgər qaçdı, nəsə eləyəcəkdi 100%. Tuta bilsə əgər nəsə eləyəcək. Ha buna baxmışam ha, qaqaş. Uydo, qaqaşın boyu qısa deyəsən, dəymir də tutuzdura bilmir. İndi bilirəm əli parampara olub indi. Paramparaya, əli para olub indi. Bu qədər salto vurmaq istiyor. Uydo, belə bir şey yoxdur da yəni. Qaqaş ağzını itirirdi bir dəqiqədə. Bax buna lazımdır. Bax ayağını dəmirə inmindi. Bax vurmalıdır bu. Kendi bombadır da öz aləmində. Yaxşı görürəm. O top ağırdır bəyəm. Lap elə ağır olmaz. Qaqaş headshot atdı. Deyirəm ay başından. Buna bax. Qaqaşı tok vurdu. Ya elə şey eləyərlər yəni. Turbanın içinə. Oydu. Bunlar gücdür ya valla. Qaqaş necə yıxıldısa şəpitləri çıxdı ya ayağından. Buna o bir dənə. Oydu. Biz bu nə də? Xaldenik aparır bu qucağında. Toyuq tutacaq bir də. Toyuğa əzab verdi. Uşaqlıqda mən də eləyərdim elə plakandan. Bir də başım partlamışdı. Ay qaqa, pil başdan ya. Bu adam üstünə çıxsa adam içal tökürər yəni. Qaqaş oynam oyunu. Böyle şey yoxdur yəni. Böyle şey yoxdur. Ona vuruşdu. At promoyu bilirik kimə vurmaq lazımdır. Atla məzələləndə elə olacaq da. Ümumiyyətlə hansı heyvanla məzələləndə axır həmişə zibli olur. Oyda boynundan çaq səs gəldi. Hindistan kinosu oldu ya bu videoda. Qaqaş yığı be. Hara girdi o eləyə. Qəsdən yıxıldı elə bir. O elə şey olur. Elə taxt falan da var yəni. Kravat falan var elə. Gördü sonra tulladı qaqaşı. Purjini yəqin ki sığılıb ona görədir. Bunlar hamısı ölüm diyor vallahi. Bunlara bax bir dənə. Hardan vurdu ya? Ora qaqaşı səsi bürüdü aləm bütün həm də ki əsnə eləyirdi. Buna bax. Avtobusda mən dediyim nəysə. Mən dediyim olmadı bu səfər. Başı dəydi yerə öldü. Allah rəhmət etsin, yaxşı oğlan idi. Bunlar gülməli deyil, bunlar isə ağlamalı vəziyyətdir. Bunlara baxın bir dənə. Buna baxmışam. Yer çökür deyəsən, girir yerə altına. Taxta, daha da taxta nəmişlikdə dayanan şeydir. Ooo, nə diyor? Uydu, qəsdən, valla qəsdən elədi ya. Elə şey olur. Görmür ki onun ayağını o. İti verib qaqaş orada. Bu kök şey daha. Oynama ona ki oyuncaq deyil. Axırın belə olacaqdı onsuz yəni. Salto. Salto vuran yerdə boynunu sındırdı. Bu nə də la? Şəhərdən kəndə gedən uşaqların səviyyəsi inəkdən qorxurlar. Yaxşı qutardım. Halaldır.
Ay nə zor oldu. Bəxti gətirdi amma başına falan dəymədi ya da başı yeri dəymədi. Bu nə edir? Buğdaydı o. Buğdanın içinə qardaş necə səpildi ya. Alınmırsa eləməyə məncə. Oydu. Kim olsaydı orada qorxardı yani. Mən də qorxardım. Qardaşın başı siyrildi. O kərpicdə qardaşın başının izi qaldı. Halaldır. Bunlar nə edir? Tak! Ses eşitdiniz. Gücün çatmırsa qaldırmadı o poxubuna var. Halı yox deyə. Qardaşın başı travmalıdır. Bu özünü tullayır gəlsə eləyə bilmir. Bunlara var. Bütün studiyanı söktülər. Bunlar bir-birləri ilə əlaqəli yıxıldılar elə bir. Ayaq yoxdur qaqa hükmə. Televizor getdi. Yəni bir dənə televizor düşdülər də ziyana. Burada nə var ki? Pulları çox. Qardaş topla məzələnirdi. Bunlar nə edir? Bu nə boçkadır, bu nə olar? Onun gücü çatar. Vay vay dəydi başına deyəsən. Bütün cəmaatın yanında bəxti gətirdi. Təmiz yəni bəxti gətirdi də. Cəmaat baxır arxadan nə qədər adam var ola burada. Ağzını da açıb belə qoyun kimi. Buraxacaq ya. Oydu zordu axı. Qəşəng məntiq işlətdi orada. Yeni ilə burada yetimi bastıran. Ölü dirildi. Hələ şükür elə ki o at üstüvə çıxmadı. O üstüvə çıxsaydı indi ölmüşdü bəlkə. Bəlkə də ölüb nə bilim. Ne necə vuracaq? Bu qışqırıq da la. Qaqa şarı itdi birdən-birə. Heç qorxulu bir şey olmaz məncə. Bu nə deyək? Qəsdən Hindistan kinosu çəkiblər. Allah qəbir. Heç gülməlidir deyil. Gülməli olsaydı gülərdi. Buna var nə boyda dala bu. O tərpənə bilmədi heç. O qəşəng oldu amma buna var promo boxçusu girəcək yerə. Qoş dikdiyanda məli başlayır bildirmədi. O Azərbaycanlıları videosu. Vol Azərbaycanın səsi Azərbaycanlıları videosu. Uydu nə pisdəydi Allah valla qabaqcadan videolara baxmıram. Popdu çıxdı yəni burada. Boş necə dəydi yerə ya. O Azərbaycanlılara məxsusdur da təmiz yəni o video. Məncə. Buna ilklərdə reaksiya vermişdim. Laf əvvəllər. Adəsi 7-8 abundan qabaq. Adəsi 3-cü videomdaydı mı, 2-ci videodaydı mı bilmirəm dəqiq, amma sırf bu videoya, bu kəsdə mən reaksiya vermişdim. Reaksiya vermişdim də dayanıb keykim baxırdım da. Gəlin də bax qardaşın başı qaldı orada. Gəlin də onu oradan çıxar. Qardaş bilir deyə qabaqcadan ki oradadır. Deyəsən qapının bağlanan yeri var, bağlanan yeri də yəni petlə tərəf. Oradan baxdı gördü ki orada adam var. Reski vurdu belə. Qardaşı getdi, ciyərlər getdi. Deyilənə görə uşaq hələ də ağlayır. Amma nə şey oynayırsan? Bax o uşaqlar üçündür də mən bilən. Ala. Vurdu saltonu. İki bacı yumurta pişirir. Tüfürüm belə belli ki. O video nə tez bitdi.
Bir videomuzun da sonuna geldik. Ümid edirəm video xoşunuza gəldi. Bilmirəm hansı yerlərdə güldüm, hansı yerlərdə gülmədim. Yəni özümü tutduğum heç gülməli videolar çox deyil. Yəni mən belə videolara gülmürəm şəxsən. İndi ki Azərbaycan temaları olur. Onlar efirlərdə baş verən falan. Onlar mənə əsl gülməli gəlir, onları görürəm. Yəni də siz hansı yerlərə güldünüz, şəhərlərdə vaxtlı qeyd edin. Videomuza da əgər hələ də like atmamısınızsa, like atıb bir də kanalımıza abunə olun. Sona qədər izləyən varsa, həqiqətən sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.